Bax, gəlin haqqına danışaq. Bugünkü gün Masazırda, bu ev satışında, əmlak satışında kürsülü adi 3 otaqların, amma kupcalı 3 otaqların qiyməti 60 mindən bahadır. Və sizə kürsülü 3 otağın qiymətinin altında qarajı olan avtomobiliniz daxil olur, yəni. Çünki indi vəziyyət elədi ki, həyat-baca vermək olmur, alınmır. Torpaq o qədər bahadır ki, deməli Masazırdadır, 6 nömrəli məktəbin yanında, kombi xətləri falan qaydasında. Bura qarajımız. Görürsünüz? Deməli, qaz, su, işıq hamısı qaydasında. Kanalizasiya, mərkəzi kanalizasiya sistemi. 1 qram nəmişlik yoxdur. Gəlib görəcəksiniz, hündür, havalı yerdir. Birbaşa Duz gölünə də panoraması var. Müalicəvi havası var. 3 otaqdır. 65 minə deyilir. 65 minə deyilir. Evində torpağında kupçası var. İpotekaya da yararlıdır. Qəşəng belə balkon kimi hissəsi var. Orada Duz gölü. Görürsünüz? Bu küçədə gedir 6 nömrəli məktəbə çıxır. 3 otaqdır, tam təmirlidir. Deməli, bu qarajın üstündə beton rigelləri atılıb, lap yuxarıda kəməri atılıb, fundamenti qaydasında tikilişinə söz ola bilməz. Problem yoxdur. Kommunallar artıq mətbəxdədir. Və belə, aksesuarlarına qədər qoyulub. Hamamın aksesuarlarına qədər qaydasındadır. Krişaya çıxmağa yeri var. Krişada çornu pol, pol necə vurulub? Görürsünüz? Çornu pol o qaydada. Pəncərələr şəbəkə pəncərələrdir. 65 mindir, Masazırdadır. 3 otaqdır. Kombi xətlərinə qədər görürsünüz çəkilir. 3 otaq, 65 min Masazır. İpotekaya da yararlıdır. Sağ olun.